Hər vaxtınız xeyir olsun, əziz və dəyərli şagirdlər. İngilis dili fənni üzrə 7-ci mövzu sınaq imtahanının suallarına birlikdə nəzər salaq. İlk sualımızda bizdən əmr cümləsini seçməyimizi istəyir. Children take out the trash. Burada uşaqlar zibili atın demək istəyir, amma bildiyimiz kimi xitabdan sonra vergül qoyulmalıydı. Deməli, A variantı yanlışdır. Not, əmr cümlələri inkarda notla deyil, don't-la başlamalıdır. Deməli, B də yanlışdır. Don't be silly. Biz bilirik ki, sifət gəldikdə burada be-dən istifadə olunur. Yəni, axmaq olma. Olmaq mənasında to be işlənir. Bu doğru səslənir. Put on always. Always zaman zərfləri əmr cümlələrində cümlənin başında gəlir. Can əmr cümlələrində işlənməz. Deməli, C variantı doğru idi. I'm coughing, yəni mən öskürürəm və burada bir diyaloq qurulur. Qarşı tərəf bizə nə cavab verər? Soyuqlamısan deyər, have a cold soyuqlamaqdır. Bu doğru səslənir. Have you got a cold? Biz bilirik ki, have-lə işlənən ifadələr. Yəni, have breakfast, have dinner, have a rest, have a good time. Bunlar have got-la deyil, have-lə işlənən ifadələrdir. O zaman B variantı yanlış olur. Are you being cold? Burada being, are you cold demək yetərli olardı. Bu da sən üşüyürsənmi mənası verərdi. Do you have cold? Do you have a cold? Burada kiçicik bir artiklımız olmalıydı. Do you cough? Sən öskürürsən. Yəni, əgər bu mən öskürürəm deyirsə, ardınca da sən öskürürsən deməyi biraz məntiqsiz olar. O zaman mənaca daha dəqiq olardı ki, soyuqlamısan. Deməli, A variantı doğrudur. Düzgün olmayan əks mənalı sözlər istəyir. Dry, quru, wet, yaş. Bu doğrudur. Dolu, boş, doğrudur. İşıqlı, qaranlıq, doğrudur. Ağıllı, axmaq, doğrudur. Not, dəcəl, fair isə sarışın mənası var. Sifət kimi götürsək və ya ədalətli mənası var. Deməli, bu yanlışdır. Bizdən yanlış olan cavabı istəyir. Öncə nəyə baxırıq? Cavabda does var. Deməli, does-dan sualımız başlayır. Və şəxsimiz də burada it verilib. Does the dog? Dogu şəxsə çevirdikdə it ola bilir. Deməli, bu doğrudur. Does the text have? Söhbət tekstdən gedir. Doğrudur. Does the firefighter save? Burada əslində cümlədə feil yoxdur. Əslində demək istəyir ki, yanğın söndürən təhlükəsizdir. Burada dırdır mənasında izlə verilməlidir sual. Does the company offer products? Bu cavabda company it olur. Does the wind blow? Külək əsirmi? Bu da doğrudur. Deməli, bizdən yanlış istədi. Yanlış C variantı oldu. Bizdən doğru variantı istəyir. 40 sözü yanlış yazılıb. 3 rəqəmindən sonra verilən isim cəmdə olmalıdır. Bu isə bizi çaşdıra bilər. Bu əslində qadın cinsli isim yaradan şəkilçidir. Deməli, bunu cəmləmək üçün yenidən yes əlavə olunmalıdır. 14 sözündə you çatmır, yanlış yazılıb. 2 ice rings, yəni 2 buz meydançası. Bu doğru səslənir. 12 sözü isə 12, yəni V formasında olur. Sadəcə şəkilçi qəbul etdikdə F-ə çevrilir. Hansı ki, məsələn, 12-ci sözünü dedikdə T-H-i artıranda F-yə keçirdi. Düzgün imperativ, yəni əmr cümləsi istəyir. Stop talking, boys. Baxın, iki feil yanaşı gəlib, ikinci feil ing qəbul edib. Biz buna baxmırıq. Bizim üçün önəmli olan ilk feildir. Dayandırın. Nəyi? Söhbəti. Talking burada cümlənin tamamlığı kimi işlənib. Bizə isə stop lazımdır. Yəni, bunun önündə to olmasın, buna bitişik ing olmasın. Deməli, bu doğru səslənir. You never tell. Zaman səhvləri dedik cümlənin başında gəlir. Əmr cümlələrində show me your picture Ayla. Əgər söhbət Aylaya müraciətdən gedirsə, Ayla burada xitabdırsa, deməli bundan öncə vergül olmalıydı. Bu da yanlışdır. Can əmr cümlələrində işlənməz. Never və don't ikisi bir cümlədə olmaz. Burada never agree və yaxud da don't agree olmalıydı. Deməli, A variantımız doğru oldu. Bizdən düzgün cümləni istəyir. İlk baxışda baxdığımız zaman görürük ki, belong his coverage bildirən feildir. Bu davamiyyətdə işlənməz. Need davamiyyətdə işlənməz. No işlənməz. Prefer işlənməz. The window of my room, mənim otağımın pəncərəsi is reflecting the sunshine, yəni günəşin işığını əks etdirir. Əks etdirmək davamiyyətdə işlədə bildiyinə görə deməli E variantı doğrudur. Bizdən yanlışı istəyir. Samdan sonra gələn isim cəmdə olmalıdır. Bu doğrudur. Many'dən sonra gələn cəmdə olmalıdır, doğrudur. FU'dan sonra gələn cəm olmalıdır.
A lot of-dan sonra cəm. Burada isə a little, biraz mənasında, biraz balaca, sneakers burada idman ayaqqabısıdır və yaxud biz bunu balaca mənasında düşünəriksə, o zaman sneakers cəmdə olduğuna görə ən azından article olmamalıydı. Deməli, E variantı yanlışdır. Neçə isim var deyir. Dictionary isimdir. Noisy, dictionary lüğət deməkdir. Noisy səs-küylü, necə bu sifətdir. Carry, daşımaq, feildir. Naughty, dəcəl, sifətdir. Personality, şəxsiyyət, bu isimdir. Dirty, çirkli. Deməli, 2 dənə ismimiz var. Digər sualımıza baxırıq. Neçə feilimiz davam edici zamanda ing şəkilsini qəbul edir? O zaman biz nə edirik? His qavrayış bildirən feilləri nəzərə almırıq. Hang, asmaq davam etdi işlənə bilir. Wish saymadıq. Dry, qurulamaq. Believe çıxdıq, mean çıxdıq. Shake, əl vermək, sirkələmək fərqli mənalarda işlənə bilir. Borrow, borc almaq. Travel, səyahət etmək. Deməli, 5 doğru cavabımız oldu. Yanlışı istəyir bizdən. Yanlış variant. Bedroom, əslində baxın, bedroom olmalıydı burada. Bedroom yazıblar. Living room, qonaq otağı, bathroom, vanna otağı, sitting room, oturma otağı, restroom, ayaq yolu. Burada isə bedroom olmalıydı. Bunu bedroom kimi veriblər. Deməli, yanlış olan budur. Düzgün olan variantı seçirik. Of-la olan ifadələrdə biz bilirik ki, sözlər yerini dəyişir. Yəni, tərcümə etdiyimizdə də arxa tərəfdən tərcümə edirik. Yəni, əslində burada ölkənin metroları olmalıydı. The subways of the country. Burada isə metroların ölkəsi verilib, yanlışdır. Küncün molu, əslində molun küncü olmalıydı, yanlışdır. Faydanın balı, balın faydası olmalıydı. İştirakçının əlavə çəkisi, artıq çəkisi. Bu doğru səslənir. Xalçanın şkafı olmaz. Şkafın da xalçası yenə olmur. Hər iki halda yenə yanlış olardı. Deməli, D variantımız doğrudur. Deməli, 12 işləyib 1 dəqiqə. Biz bunu Azərbaycan sayığı düşünmürük, çünki bu bizi çaşdırır. Gördüyümüz rəqəmi olduğu kimi yazırıq. Yəni, 1 dəqiqə keçib, bu 2 sıfırı da 12 kimi nəzərdə tuturuq. Yəni, 12-dən 1 dəqiqə keçib. It's bitişik olanları götürmürük, variantdan çıxırıq. It's a minute, mütləq artiklımız olmalıdır. Keçib dediyimizə görə biz burada pastdan istifadə edirik. Past 12 oldu D variantı. Bir miqdar sayı, bir də sıra sayı verilərsə, Azərbaycan dilində necə deyiriksə, məsələn, 22-ci deyiriksə, o zaman 20-ni miqdar sayıyla deməliyik, ikincini sıra sayıyla, deməli bu yanlışdır. 90 sözündə E hərfi olmalıydı, bu da yanlışdır. 11 force, 11 dördüncü belə bir birləşmə yoxdur. 40 sözü yanlış yazılıb. 88-ci E variantı doğrudur. Neçə sənət peşə adı verilib? Writer yazıcıdır, götürdük. Hanger asılqan deməkdir. Singer müğənni götürdük. Baker çörəkçi. Partner tərəfdaş şərik deməkdir. Bu əslində peşə deyil. Rusda xoruz deməkdir. Winner qalibdir. Stewardess isə, yəni stewardessa təyyarədə qulluq edən qadın. Bu da peşədir. Deməli 4 peşəmiz verilib. Fərqli olanı çıxın deyir. Baxaq variantlarımızı. Trousers, pants, jeans, shorts və hats. Bu 4 variant, yəni şalvar, bu da şalvar, jeans, şalvar və şortik. Hər 4-ü ayaq hissədən geyinilir. Hats isə başa taxılır, yəni şlyapa deməkdir. Deməli, mənaca fərqli olan budur. Yanlış olan sinonimlərə baxırıq. Contest, competition hər ikisi sinonimdir, yarış deməkdir. Last name, surname, soyad deməkdir. Introduction, giriş, conclusion isə sonluq deməkdir. Yəni, bu əks mənalıdır. Schedule, timetable hər ikisi cədvəldir. Gift, present hər ikisi hədiyyədir. Deməli, C variantı yanlışdır. Yanlış olanı bizdən istəyir. Century sözünü cəmlədikdə Y-dən əvvəl samit gəldiyinə görə dəyişir. Deməli, bu doğrudur. Activity yenə eyni halda Y-dən əvvəl samit var. Happy sözü isə sifətdir. Sifətlər cəmlənmir. Deməli, bu yanlışdır. Parti də doğrudur. Hobby də doğrudur. Deməli, C variantı. Fərqli olanı tapırıq. Store, mall, fair, supermarket, shopping trolley. Əslində ilk baxışda store mağaza bildirir. Mall bildiyimiz kimi malldur. Fair burada yarmarkadır. Supermarket də supermarket. Yəni bunların 4-ü də satış yerləridir. Halbuki shopping trolley
marketlərdə olan arabadır. Yəni 4-ü satış mərkəzidir, satış yeridir. Sonuncusu isə arabadır. Deməli, fərqli olan budur. Düzgün varianta baxırıq. There are hundreds of seats. Yüzlərlə, konsertdə yüzlərlə oturacaq var. Biz bilirik ki, of-la işlənərsə biz burada s artıra bilirik. Bu doğru səslənir. A thousand radishes. Əgər 1000 dənə turp varsa, o zaman xəbərimiz təkdə yox, cəmdə olmalıydı. A hundred still houses. Yəni 100 dənə ev varsa, təbii ki, ev sözü cəmlənməlidir. To-dan sonra gələn 100-i biz cəmləmirik. 1000-da qarşısında mütləq nəsə, ya bir article, ya bir rəqəm, mütləq nəsə bir şey olmalıydı. Deməli, A variantı doğrudur. Sayılmayan isimləri istəyir. Demək, burada hill təpə var, çıxdıq, top, köynək çıxdıq, cave mağara çıxdıq, corner künc. Burada with taxıldan, draft şaşki, dama mənasındadır. Deməli, A variantı doğrudur. Yanlış olanı istəyir. A pair of sharp scissors. Bu doğrudur. Bir cüt, kəskin, iti, qayçı. A basket of dark olives. Bir səbət tünd dark, yəni demək istəyir ki, qara zeytun ola bilər. A vase of beautiful flowers. Bir güldan gözəl güllər. A kilo small peas. Pea burada noxud deməkdir və biz bilirik ki, 1 kilo noxud bir dənə olmur. Ən azı orada 50-100 dənə noxud olur. Deməli, noxud cəmlənməlidir. Bir kasa toyuq şorbası, bu da doğrudur. Deməli, yanlış olan D variantı idi. Bizdən yenə yanlışı istəyir. Children can swing in the park. Demək, uşaqlar parkda yelənə bilərlər. Bu doğrudur. The weather can be windy. Kəndən sonra mütləq bir feil gəlməlidir. Windy burada küləkli sifətdir. Deməli, can be windy olmalıydı. Tələbələr dərsdə çala bilməzlər. Can't whistle, yəni icazə yoxdur. Doğrudur. Can I wash? Yuva bilərəm əllərimi. Doğrudur. My nephew can do shopping. Bazarlıq edə bilər. Doğrudur. Deməli, B variantı yanlış idi. 24-də yenə bizdən yanlış istəyir. This expensive crown. This'dən sonra gələn bilirik ki, təkdə olmalıdır. Those famous participants. Those'dan sonra gələn cəm olmalıdır. O məşhur musiqi qrupu that band doğrudur. These expensive tickets cəmdədir doğrudur. Those'dan sonra gələn isə women olmalıydı. Cəmdə olmalıydı. Deməli, yanlış olan idi. Are there any students? Sualımız A-la başlayıb, normal olaraq da A-la bitməliydi. Amma bəzi cümlə tipləri var ki, uşaqlar. Məsələn, bunun kimi. Məsələn, burada desəydi ki, no, they aren't. Çox hallarda uşaqlar buna qısa cavab olaraq, təbii ki, bu variantı götürürlər. No, they aren't. Bu bizim qısa cavabımızdır ki, xeyr. Əgər bizə xeyri qısa kəsib və yeni bir cümlə başladırsa, o zaman cümlənin içində olan ismə diqqət eləməliyik. Baxın, öncə bir cümlənin mənasını başa düşək. Deyir ki, kitabxanada heç tələbələr var. Bir var, deyərdi ki, var və yaxud da xeyr yoxdur. Amma burada bizə deyir ki, xeyr, yalnız bir müəllim var. Deməli, tələbə yoxdur. Amma bizə açıqlama verir ki, bircə dənə müəllim var. O zaman bizə müəllim var dediyinə görə, yeni bir cümlə başlatdığına görə, biz müəllim təkdə olduğuna görə there is only a teacher, yəni there is variantını seçirik. Bu qədər. İnanırıq ki, bu izahımız sizin üçün də xeyirli, faydalı oldu. İnşallah növbəti sınaqlarda görüşənədək. Allah'a emanet.